İndi, bəli, bunları Kürt dövləti, PPK, PEJAK, müxtəlif adlar altında Kürt terrorumuz dəstəklənir Türk dünyasına qarşı, o cümlədən Türkiyənin. Bundan məqsədi Türkiyəni də parçalamaqdır. Niyə bunlar eləyirlər? Çünki onlar yuxarıdan, bax bugünkü savaş hardan gedir? Yuxarıdan, göydən ancaq raket savaşı gedir. Quru qoşunları yoxdur. Əgər bir ölkəyə neynirsən, quru qoşunu girməyəcəksə, quru qoşunu yoxdursa, orada heç bir qələbə çala bilməzsə. Ona görə də bu Kürt terrorizmidən quru qoşunu kimi istifadə eləmək istəyirlər. Ona görə silahlandırıblar. İraqdakı Kürdlər terrorizmində o axmaqlar da bu fitviyə əsrlər, ən azı 40 ildən artıqdır Türkiyədə savaş gedir. Kürt faciəsini yaradıblar. Yəni Türkiyə problem yaratmaqla Kürt xalqının düşməninə çeviriblər. Həmin PEJAKlar, həmin PPK. Onun üçün mən bir daha onlara vurğulayıram. Çünki güneydən mənə səslər gəlib, dəqiq məlumatlarım var. Ağlınızı yığın başınıza. Bax, Kürt terrorizminə müraciət eləyirəm. Terroristlərinə, həmin o PPK olsun, PEJAK olsun, imperiyaların əlində alətə çevrilməyin. Yəni, sabahları siz Azərbaycan ordusunun qabağında nə qələt eləyə biləcəksiniz ki? Türk ordusunun qabağında nə qələt eləyə biləcəksiniz ki? Öz xalqınızın qəniminə çevriləcəksiniz. Bunu etməyin. Bu fitniyə getməyin. Plan, təkrar edirəm, parçalamaqdır. O, Orta Doğu projesi var da. Nə tər ki, Suriyanın vəziyyəti saldılar, İraqı, Liviyanı, Misiri bu vəziyyətdə işğal. İndi plan Türkiyə hədəfdədir. Pakistan hədəfdədir. Yəni, buradan da Kürt terrorizmindən istifadə etmək buna. Çünki quru qoşunu kimi bunlar birbaşa, yəni Türkiyə ilə vuruşmaq qüdrətində deyirlər. Yəni ona görə Kürtlərdən, Kürt terrorizmindən bir alət kimi istifadə edirlər. Ancaq mən eyni səviyyədə Kürt xalqına bütünlükdə müraciət edirəm. İstəyir Güney Azərbaycanda, İran arasında yaşayan, istəyir İraqda yaşayan, istəyir Türkiyədə yaşayan, istəyir Suriyədə yaşayan Kürt xalqına müraciət edirəm. 1000 illərdir Kürt, Türk, Çin-Çinə verib bir mədəniyyətə malik yaşamışıq. Biz düşmən deyilik, eyni dinə, eyni kültürə malik olan xalqlarıq. Biz bir-birimizin düşməninə çevrilib ancaq imperialist güclərə xidmət eləyə bilir. Sizdən alət kimi istifadə edirlər. Bir anlıq təsəvvür, PEJAK 50 min, 100 min, 200 min PEJAK silahlandırırlar. PEJAK Türk ordusunun qabağında nə qələt eləyəcək ki? Yəni bunlar bu qədər axmaqdırlar ki, indi Azərbaycan dövləti var, Azərbaycan ordusu var. Yəni Azərbaycan xalqı, Azərbaycan ordusu, Azərbaycan dövləti Güneydə Urumiyada Azərbaycan Türkünün taleyinə biganə qalacaq. Yəni bu fitnələrə getməyin. Onun üçün mənim çağırışım odur ki, Türkiyə ilə birgə Azərbaycan hərəkət eləməlidir. Eyni səviyyədə də Amerika siyasi rəhbərliyinə də, İsraillə də müraciətim budur. Siz Türk dünyası ilə düşmənçilik eləyir. Azərbaycanla Türkiyə ilə düşmənçilik, Azərbaycanla dostluq eləyə bilməzsiniz. Türkiyənin düşməni Azərbaycanın dostu ola bilməz. Yəni bizim başımızın altına yastıq qoya bilməzsiniz siz. Yəni bizlə dostsuzsa birinci Türkiyə ilə dostluğunuz eləyin. Türkiyə ilə, sən burada Türkiyəyə qarşı bu hərəkət eləyə bilməzsən. Türkiyə ilə Azərbaycan ət dırnaqdır. Heç bir, biz İsrail ilə də dost ola bilərik, İngiltərə ilə də dost ola bilərik, Amerika ilə də dost ola bilərik, Rusiya müddətçi əməkdaşlıq eləyə bilərik. Ancaq heç kəs bizə Türkiyəni gəlib əvəz eləyə bilməz. İsrailin Amerikanın apardığı yanlış siyasət var. Niyə? Çünki tanımır xalqı. Yəni orada xalqlarda sizə qarşı, siz əksini eləməklə bu molla rejimin ətrafında xalqı birləşdirirsiniz. Siz planını gətirməklə bu rejimə xidmət edirsiniz. Rejimi güya rejimlə savaşır, faktiki rejimə xidmət edirsiniz. Yəni xalqda da İran psixologiya var ki, xarici düşmən olanda, xarici müdafiə, orada da kifayət qədər İsrailə mənfi münasibət, İsrailə yox, konkret olaraq İsrailə mənfi münasibət var. Yəni siz bunu götürüb, Türkiyə, Azərbaycan Türkü, 45 milyon Güney Azərbaycanda İran arasında Azərbaycan Türkü var. Türkmənlər var, Qaşqay Türkləri var, Qarapapaqlar var. Yəni, burada xalqlarla hərəkət eləməlisən də. Ancaq mən görəndə ki, sən İranı dağıdırsan, ora pəhləvin gətirməyə, palanlər gətirməyə, mən sənə dəstək verə bilərəm. Mən ona bir yana qala bilərəm. Və yaxud yenidən bir fars rejimini gətirib bunu aparırsan, istəyirsən ki, başqa bir ciliddə fars faşizmini hakim eləsən, mən buna imkan, Təbriz buna imkan verər. Güney Azərbaycan buna imkan verər. Yəni, burada o zaman siz uğur qazanasınız ki, Güney Azərbaycanda gör ki, sizin müttəfiqiz PPK yox, PEJAK yox,
Türkiyədir, Azərbaycandır və onda təbii ki, burada sən uğur qazana bilərsən. Orta Şərqin içindədir da. Yəni bu dünya stabilləşməlidir, dünyada sabitlik yaranmalıdır. O Cavidin məşhur şeiri var. Deyir, kəstə hər kimi tökülən qan izini qurtaran dahi odur yer üzünü. Yəni qanla, qırğınla ölkələri idarə etmək mümkün deyil. Ölkələr dünya ədalətlə idarə edilir. Dünya haqqla idarə edilir. Yəni dövlətlərin dini ədalətdir. Ədalət olmayan yerdə mütləq və mütləq gec-tez ölümə məhkumdur. İranı qoruyub saxlamaq mümkün deyil. Bu rejimi saxlamaq qeyri-mümkündür. Bu rejim artıq ölümə məhkumdur. Ona görə mən Güneyli soydaşlarımıza başda Pezişkan olaraq birinci İttilatda, Savakda, nə bilim, bütün o ordularda, güc strukturlarında olan Azərbaycanla xalqla birləşin. Ancaq Azərbaycanla 50%-dən yuxarı Azərbaycan yaşayan ölkə başda Tehran olmaqla ta Kəngər körfəzinə qədər bizimdir. Qalxıb vətənimizə sahib çıxın. Ona görə də Türkiyə ilə də Azərbaycanla da əməkdaşlıq eləyin. Və bilin ki, Azərbaycan Türkiyə sizin arxanızda olacaqdır bir xalq olaraq. Yəni biz oturub öz millətimizin, öz ölkəmizin taleyinə biganə qalmayacaq. İkinci, İnqilabçı dostlarımla, istiqlalçı dostlarımla deyirəm, bu günləri o zaman deyil. Bütün umutçusu atılmalıdır bir tərəfdən. Düşmənçilik, vətəndaş müharibəsinə getmək olmaz. Sabahları bir dənə mollanı deyirəm öldürəcəklər, ya sizdən öldürəcəklər, onları qızışdıracaqlar. Nadan adamlar, o qədər həmin hakimiyyətin tərkibində əli silahlı nadanları var ki, xalqa qarşı silah işlədəcək, bunda nəticə vətəndaş müharibəsi baş verəcəkdir. Yəni onlar özlərini də məhv aparacaqlar, ölkəmizi, vətənimizi də fəlakətə saracaqlar. Buna görə getmək olmaz. Yəni orada milli birlik, yəni vaxtı ilə bizi baxır imperiyaların siyasəti nədir? Sinifi mübarizəyə cəlb eləyirdi səni, düşmən eləyirdi xalqın isə. İndi sağçı, solçu, demokrat, iqtidar, müxalifət, oyunbazlığı ilə ölkələri idarə eləyirlər. Demokratiya adı altında biri sağçı solçuya düşməndir, solçu sağçıya düşməndir, dindar dinsizə düşməndir, dinsiz dindara düşməndir. Bu fitnə ilə ölkələri idarə eləyirlər. Getməyin buna. Bu vətən bizimdir, dindarımızın da, müxtəlif fikri insanın, dünyada Allahın yaratdığı varlıq, iki insanın nə səs toneyini deyil, nə barmaq izeyini deyil, iki hətta ən yaxın ekizlər deyirlər də, ekizlər də fərqlidir. Yəni fərqli bizim düşüncəmiz ola bilər, fərqli həyata baxışımız ola bilər, fərqli inanclarımız ola bilər, ancaq bu vətən bizimdir, bu millət bizimdir, bu tamlıqda biz gözəlik. Bu müxtəlif fikirlər olmalıdır, müxtəlif düşüncəyə malik ola bilərik, müxtəlif ancaq vətən bizimdir, bizim millətimiz birdir, vətənimiz birdir. Bitdi, bu bizi birləşdirən müqəddəs dəyərlərimiz var, dinimiz birdir, mədəniyyətimiz birdir. Yəni biz burada birləşərək vətənimizə sahib çıxmalıyıq və biz əminliklə deyirəm ki, bax necə ki Təbriz atdım, geri atdı və bir daha vurğuluyuram, gəlib bütün rejimi məhv eləyə bilərlər, Pezişkanı da öldürə bilərlər, seçilənlər də öldürəcəklər, böyük ehtimalla hamısını da vuracaqlar. Ancaq zorla gətirib bizə kimsə hakim eləyə bilməzlər. Biz meydanlarda olmalıyıq, həlledici məqamda bütün xalq, bütün məmləkət əl-ələ çiyin-çiyinə verməlidir, qarşı durmaya getməməlidir, qırğına getməməlidir, vətəndaş müharibəsinə getməməlidir və bir-birinə sahib çıxaraq vətənimizi qoruyub, Güney Azərbaycanda azadlığına nail olunmalıdır. Eyni səviyyədə İranda yaşayan başqa xalqlar deyirəm, ərəbinə deyirəm, bəlücünə deyirəm, kürdünə deyirəm, fitniyə getməyin. Yəni siz bugünkü vəziyyətdə əsasən deyirəm, Azərbaycanda silahlandırıblar. Yəni İran ərazisində pejak silahlıdır. 50 mindən çox mənim dəqiq məlumatlarım var. 50 mindən çox silahlı orada gözləyir, İraqda gözləyirlər, Suriyada gözləyirlər. Həmin o PPK-nın silahlı qüvvələri bugünkü imperial qüvvələrlə də alətdir. Yəni öz xalqı, onsuz da heç nə eləyən millətsiz. Nə 45 milyon Azərbaycan qabağında heç bu tərəf yoxdur. Siz nə edəcəksiniz ki? Nə edəcəksiniz ki? Ağlınız o. Və bu boyda Türk dövlətinin qabağında, Türk ordusunun qabağında sən nə edə biləcəksən ki? Azərbaycan ordusu da Türk ordusundan geri qalacaq qüdrətə malik deyil. Yəni sən gələcəksən Urumiyədə qətlam törədəcəksən. Sən gəlib Azərbaycana baskı eləyəcəksən. Azərbaycan ordusu durub burada göz yumacaqdır. Azərbaycan dövləti, Azərbaycan xalqı burada. Dövlət tutaq ki, hakimiyyət buna qaçır. Xalq buna imkan verə bilər. Ona görə ağlınızı yığın başınıza, imperiyaların əlində alətə çevrilməyin və xalqlar biz ən azı qonşu xalqlıq. Burada İran dağılsa belə, İran mütləq səviyyədə parçalanacaqdır. Parçalanandan sonra da hər xalq öz evində gedirsə öz hakimiyyətini qursun.
Ancaq qonşuluqdan gedə bilməyəcəyik ki. Nə Fars ölüb qutaran deyil, məhv olan deyil, nə Türk olan deyil, nə Kürd olan deyil. Biz bir yerdə yaşamaq məcburiyyətindəyik də. Ən azı qonşu kimi yaşayacağıq da. Düşmən kimi yaşamamalıyıq da. Biz qonşu kimi yaşamalıyıq. Bir-birimizə hörmətlə, bir-birimizə sayğı ilə, bir-birimizə iqtisadi, siyasi, mədəni əməkdaşlıq eləyir. Dünyadan təcrid edilmiş şəkildə heç bir ölkə yaşaya bilməz.